Futsal klubunun kapitanı Emin Kürdov bizim qonağımızdır. Xoş gördük. Hoş geldin. Biz də sizi salamlayırıq. Maraqlı olacaq verilişimizin axırıncı hissəsi. Nəzərə alsaq ki, dünən artıq Azərbaycan Kubokunun finalı keçirildi. Daha öncə siz Araz Naxçıvanla artıq ölkə çempionu oldunuz və dünən Neftçi ilə finalda Azərbaycan Kubokunda məğlub oldunuz. Gəlin əvvəlcə dünənki maçı xatırlayaq. Bəli. Çox sağ olun, təşəkkür edirik. Bəli, düzgün vurğuladınız. Dünən Azərbaycan Kubokunun finalı oldu. Biz ondan öncə də biz Azərbaycan çempionu olmuşduq. Deyərdim ki, Kubok oyunu da maraqlı keçdi və bu münasibətlə Neftçi kollektivini bu Kubok qazanma münasibəti ilə təbrik edirəm. Yəni, həqiqətən də Neftçi komandası bu il yaxşı bir kollektiv yığılmışdı onlarda da və ölkə Kubokuna sahib oldular. Sizcə, yəni, komandanın məğlubiyyətinin əsas səbəbi nə idi? Kubok oyununda. Bəli. Belə deyək, yəni, səmimi olacam mən sizlə. Yəni, Araz Naxçıvan üçün illərdir bu. Yəni, prioritet sayılan məsələ ölkə çempionluğudur. Yəni, siz bildiyiniz kimi də Çempionlar Liqasına Azərbaycandan hal-hazırda bir komanda gedir. Ya, o da ondan asılıdır ki, ölkənin reytingi. Futsalda belə bir qayda var ki, yəni, top 5 ölkədə olan komandalar varsa, o çempionatdan 2 komanda gedir. Azərbaycandan bugünkü gündə bir komanda gedir. Arzu edirik ki, biz o reytingdə qalxaq, top 5-liyə çıxaq və Azərbaycandan ən az 2 komanda Çempionlar Liqasında iştirak etsin. Yenə də deyirəm, Araz Naxçıvan üçün prioritet məsələ çempionatdır, çempionluqdur. Çünki bir vəsiqə var Çempionlar Liqasına. Araz Naxçıvan üçün həmçinin indi liqamızda Neftçi ilə də oyunlar hər zaman prinsipial keçir. Bu dəfə də indi Kubokda. Dünən oyundan sonra komanda Neftçinin kapitanı Əjdər Əjdərova və sizin aranızda kiçik bir münaqişə mi deyə, yoxsa anlaşılmazlıq baş verdi. Elə sizin dilinizdən bunu eşitməyə maraqlı olardı. Yox, əslində mən belə düşünürəm ki, intrigaya, yəni belə bir mübahisəyə, yəni o da bizim yerli oyuncumuzdur, münasibətimiz var. Yəni heç bir ciddi bir məsələ yoxdur. Yəni deyim ki, nəsə belə bir şey var, yox. İndi mən də başa düşürəm, Neftçi komandası, onlar da çempion olmaq istəyirdilər. Onlar da iddialıydılar. Bildiyiniz kimi komanda heyətində 6 Braziliyalı futbolçusu var idi. Normal, yəni mən qarşıladım. Çünki siz fikir versəz, keçən ildə eyni rəqabət Bakufay komandası ilə oldu. Yəni orada da mənim dostlarım, qardaşlarım var. Arada görürsünüz ki, yəni belə insidentlər olur, mübahisələr düşür. Yəni bu hər şey meydanda qalır. Hər şey bəli, təbii ki, başqa cür də ola bilməz. Yəni o normal qəbul edirəm və dünənki insidenti də yəni normal qarşıladım. Gəlin bir qədər mövsümü dəyərləndirək. Araz Naxçıvan üçün, sizin üçün nəzərə alsaq ki, bu kuboklarda oynayırdınız. Bəli, çox sağ olun. Deməli, mən deyərdim ki, Araz Naxçıvan üçün yəni uğur, bu ilki uğur ölkə çempionu olmaq deyil. Yəni siz bilirsiniz ki, biz artıq 20-ci dəfə Azərbaycan çempionu olduq, yubiley çempionluğu yaşadıq. Araz Naxçıvan üçün bu ilki uğur deyərdim ki, Çempionlar Liqasında 16 komanda arasına düşmək idi. Hətta Benfica kimi komandasını biz Bakıya deyək gətirdik. Yəni top reytingdə 10-luqda Araz Naxçıvan yer aldı. Yəni bu il Araz üçün möhtəşəm mövsüm oldu. Sadəcə olaraq mən deyərdim biz 2 cəbhədə vuruşurduq. Həm çempionatda, həm Çempionlar Liqasında. Ona görə mən düşünürəm ki, biraz çempionatda axsama oldu. Yəni eyni misalı Qarabağın timsalında da gətirə bilərəm. Yəni onlar da bu il ölkə çempionu olmadılar, amma Çempionlar Liqasına yaxşı nəticə verdilər. Yəni eyni aqibəti biz də yaşaya bilərdik, amma talih bundan bizi üz döndərdi bizi bundan. Şükürlər olsun ki, möhtəşəm geri dönüş elədik. Həqiqətən də yəni oyuna gələndə artıq mən deyərdim ki, Neftçi ailəsi, Neftçi camiyyəsi çempion kimi yəni gəlmişdi bu çempionata, belə deyək, bu final oyununa və biz oyunda da gördüyünüz kimi gərgin anlar oldu. Hətta 2-0 hesabı ilə geridə olduq. Bu demək idi ki, biz 5 top vurub keçib çempion ola bilərdik və geri dönüş elədik və şükürlər olsun ki, bu mövsümü yaxşı notda bitirdik. Həm Azərbaycan çempion olduq, həm Çempionlar Liqasına yaxşı nəticə verdik. Yəni buradan mən təşəkkürümü bildirmək istəyirəm. Əsas məsələ komandanın direktoru Mahmud Sadıqov müəllim var. Yəni həqiqətən də bu komanda üçün hər bir şəraiti yaradıb. Yəni belə deyək,
bu nəticə həm oyunçular baxımından, həm şərait baxımından bir daha Mahmud müəllimə təşəkkürümü bildirirəm və əlbəttə ki, məşqçilər korpusuna, administrativ heyətə və oyunçulara da ki, bir kapitan olaraq təşəkkürümü bildirirəm ki, yəni belə möhtəşəm sezon oldu. Bax, bu mövsümün möhtəşəm olduğunu, öncəki illərdən fərqləndiyini bildirdiniz. Həm Avropa miqyasında, həm ölkə çempionatında. Ortaya bir sual çıxır. Azarkeşləri necə biz gətirə bilərik arenaya? Gözəl sualdır. Bəli, mən yəni axırıncı oyunu onu deyim. Yəni axırıncı oyunda yəni siz baxsaz görərsiniz ki, yəni möhtəşəm bir ab-hava var idi. Yəni azarkeşlər də gəlmişdi həm Neftçi tərəfindən, həm Araz Naxçıvan tərəfindən. Yəni bu mən elə yeri düşmüşkən, yəni bu CBC Sport kanalı vasitəsilə bu kütləvi informasiya vasitələrinə elə buradan da sözümü yəni deyim, yəni belə ürəyimdə qalan bir məsələdir bu. Belə deyək. Yəni mən dediyim kimi Araz Naxçıvan bu il yəni möhtəşəm bir nəticə verdi. Hətta Benfica kimi komanda bu. Amma yəni açıq danışaq, istədiyimiz o ab-havanı, istədiyimiz o nədir ona da, o təqdimatı mən kütləvi informasiya vasitələrindən görmədim. Yəni bu idman növü, futsal idman növü, yəni mən bunu orada oynadığım üçün demirəm. Çox möhtəşəm idman növüdür. Gələnlər də zala deyir ki, biz bilmirdik ki, yəni bu dərəcə maraqlı idman növüdür. Gəlirlər ab-havanı görürlər və deyirlər ki, yəni bu başqa bir şeydir. Bu həm peşəkardır, bildiyiniz kimi UEFA, FIFA bayrağı altında keçirilən idman növüdür. Yəni burada beynəlxalq səviyyədə nəticə vermək çox çətindir. Yəni amma nəticə də olanda, yəni ki, hər şey gözəl olur. Çox üzr istəyirəm. Bax, indi qeyd etdiniz, UEFA, FIFA bayrağı altında keçirilir. Siz medalın iki yüzünü də bilirsiniz. Həm mini futbolu bilirsiniz, həm futsalı. Bəli, bəli. Bax, ölkə miqyasında mini futbola yaranmış böyük maraq, həmin marağın 20-30%-nin futsala yaranmaması və biz bir şeye dayanmalıyıq ki, illərdir ölkəmizdə futsal var, illərdir qazanılan uğurlar var milli səviyyəsində. Milli səviyyəsində. Amma qeyri-peşəkar qələmə verilən, amma artıq o məsələlər də bildiyim qədərilə UEFA ilə həll eləməyə çalışır Mini Futbol Federasiyası. Amma elə tam həll olunmayıb. Faktiki futsalla yan-bayan qoyanda futsal daha peşəkardır. Amma futsalın bax bu cür geridə qalması azarkeşlərin marağına görə, bax bunun səbəbi mənə heç vaxt aydın olmur. Siz peşəkarsınız, həm mini futbolu bilirsiniz, həm futsalı. Bəli, düz vurğuladınız. Yəni mini futbolda da siz görsəz, hal-hazırda oynayan uşaqlar da futsaldan getmiş uşaqlardır. Yəni Xatay Bağırovdur, İsa Atayevdir, Ramiz Ovdarovdur. Yəni bir çoxunun Xəzər Ağazadə də var. Bir çoxlarını çəkə bilərəm. Yəni orada da oynayan öz uşaqlarımızdır və düzgün vurğuladınız. Yəni mini futbolla ümumiyyətcə mən bir məsələyə toxunum. Mini futbolla futsalı müqayisə eləmək idman cəhətdən, yəni doğru deyil. Yəni tam yəni fərqli bir idman növüdür. Yəni belə deyək, bu gün mini futbolda yəni mən onu aşağılamaq istəmirəm. Nəticə vermək yəni real görsənir. Futsalda isə daha fərqlidir. Çünki belə deyək, o top komandalar var ki, hegemonluq eləyirlər. İtaliyadır, İspaniyadır, Portuqaliyadır. Yəni bu komandalarla yəni rəqabət aparmaq çox çətindir. Amma olar. Yəni ki, mən yenə buradan bayaq da vurğuladım. Yəni kütləvi informasiya vasitələrinə ki, yəni bizim nəticələrimiz olub. Əvvəllər də olub. Bu ildə yəni Araz Naxçıvan nəticəsi olub. Mən də anlamıram, başa düşmürəm ki, nəyə görə yəni o dərəcədə də yəni işıqlanmadı bu məsələ. Amma ümidvaram ki, inşallah yəni Azərbaycan Futsal Federasiyası rəhbərliyi də yəni eşitdiyimə, bildiyimə görə artıq yəni bu işə başlayıblar. Yəni həm bizim əsas məsələ hal-hazırda oyunların keçirilən arenalardır. Buna görə də təəssüf ki, Sport bütün onları yayımlaya bilmir. Bəli, biz onu başa düşürük. O tez təsəvvür eləyin ki, biz idmançılar üçün nə qədər zərbədir o. Yəni bizim belə siz təsəvvür edirsiniz ki, bu cür möhtəşəm oyun yəni Olimpik Star əyləncə mərkəzində keçir. Yəni heç nə də bilinmir, görsənmir. Yəni bizim də arzumuz odur, istəyimiz odur ki, yəni mən eşitdiyimə görə Futsal Federasiyası da rəhbərliyi də artıq işə başlayıblar ki, yəni belə oyun, bəli, həm yeni arenalarda oyun keçirsin. Yəni bu cür oyunlar ən azından belə arenalarda keçirsin. Yəni siz bildiyiniz əvvəl Araz Naxçıvan olsun, yəni futsal klubları olsun. Biz daima o Bakı İdman Sarayında məşqlər keçirdik. Və biz ona görə də daim hər zaman yayımlırdıq. Xatırlayın, Ekolun, Araz Naxçıvan oyunlarına gəlirdik. Mənim yanımda da siz daimi gəlirdiniz, yəni oyunları çəkilişlər olurdu və yəni ümid edirəm ki, inşallah yəni yeni mövsüm bu məsələ
ən azından bu bir məsələ həll olunsun, həll olunacaq. Yenə vurğuladığım kimi mən bu oyunu Araz Naxçıvan Neftçi oyunu mən futsal adını yox, Azərbaycan futbol adına bir bayram idi bu. Yəni tək futsal deyil, ümumiyyətlə futbol adına. Həqiqətən də möhtəşəm oyun oldu. Nəyin sahəsində? Meydançanın, azərkeşlərin və əsas da ki CBC Sport kanalının bunu canlı yayımlamasında. Bu yəni istəyimiz də bizim oldu. Yəni mənə hərdən irad da bildirirlər ki, deyirəm qardaş, mən belə deyək. Yəni məndən danışmaq gedir. Məsələlər var ki, komanda rəhbərliyi qarşısında da, yəni efirlərdə də mən bunu dəfələrlə deyirəm. Amma indi elə məsələlər var ki, bizim səlahiyyətimizdə deyil. Amma yəni dediyim kimi federasiya rəhbərliyi də, klub rəhbərliyi də, yəni səmimi sözümdür, çalışırlar ki, bu məsələlər həll olunsun. Futsalımız bu cür möhtəşəm, gözəl idman növü daha da gözəl, bəli, yayımlansın. Dediyiniz kimi o mini futbol kimi hal-hazırda baxışı gətirsin. O reytinq azərkeşi gətirsin tribunalara, bəli. İndi bax, qarşıdan yenə də Avrokubok həyəcanı. Çempionlar Liqası. Nə düşünürsünüz? Müəyyən addımlar daha da atılacaqmı? Daha da böyük bir tarix yazmaq üçün hər halda burada artıq söhbət, yəni sualım açıldı transferlərdən. Bəli, yəni siz bildiyiniz kimi Araz Naxçıvan 10 il olaraq ki biz aşağı etapdan başlayırdıq Çempionlar Liqasına, yəni avqust ayından başlayan. Amma bu ildən biz reytinq qalxdığına görə biz oktyabr ayından başlayacağıq. Elit rounddan. Yəni təsnifatı elit rounddan başlayacağıq. Ona görə elit round. Elit rounddan başlayacağıq. Yəni o da ki çox çətin bir etapdır. Ona qədər də indi rəhbərliyi də hal-hazırda indidən başlayıb, yəni transfer məsələlərinə və düşünürük ki, çox yaxşı belə transferlər olmalıdır ki, bu mərhələni keçmək. Çünki ağır etap olur və arzum budur ki, yəni bu etap çox istəyərdim ki, düzdür, bizim səlahiyyətimizdə deyil, bu etapı Azərbaycanda keçirdək, elit raundu, yəni belə bir məsələlər də var. Amma yenə dediyim kimi, o olsa daha gözəl olar, futsalın inkişafına çox yaxşı olur, oyunları doğma azərkeşlər qarşısında keçirdək. Emin bəy, bir də əsas məsələ var bu son illərdə bizim gördüyümüz odur ki, əvvəl əgər bütün komandalarda yalnız legionerlər idilərsə, yerli futbolçularımızın sayı az idisə, artıq tendensiya onu göstərir ki, dəyişir və bunu milli səviyyəsində biz görürük. Milli də sizin üçün doğmadır, Araz Naxçıvan barədə də biz danışdıq. Yəni yerli futbolçulara, yəni belə deyək də, sayı artım baxımından və yaxud da ki, onları bu idman növünə cəlb etmək baxımından sizcə faydası dəyir indiki halda? Mən başa düşdüm sizi. Yəni belə deyək, oyunda da yəni bir neçə Azərbaycanlı oyunçular da oynayırdı, var idi. Çox da olmasa, amma var idi. Mən ümumiyyətlə həmişə klub məsələlərində, yəni nəticə oynayan klub məsələlərində həmişə milliyə zərbə olub. Mən həm millinin üzvüyəm, millinin kapitanıyam. Yəni siz xatırlayırsınız, biz Qazaxıstanla bu yaxınlarda son çıxışımız oynadı. Çox yaxşı da oyun oynadıq. Hətta ümidləndik həm rəhbərlik, həm məşqçilər heyəti ki, biz bildiyiniz kimi oktyabrda dünya çempionatı seçmə mərhələsi var. Orada çıxış eləyəcəyik həm də inşallah. Yəni ona da ümid yaranıb. Oyunçular var. Sadəcə olaraq bir istəyimiz də odur ki, Azərbaycanda futsal məktəbləri açılsın. Uşaq futsal klubları yaransın. Yəni futsala cəlb olunsun uşaqlar. Yəni bu istəyimiz budur. İndi inşallah istəyimizdir ki, arzumuz da yerinə yetər. Yəni bu mütləqdir. Yəni bu olmalıdır. Çünki bir klub, iki klub yəni alınmır. Yəni nə qədər klubların sayı çox olsa, uşaq futsal məktəbləri yaransa, mən sizə inandırım ki, yaxın bir gələcəkdə biz nəticə görə bilərik. Bunun timsalında Qazaxıstan misal çəkə bilərəm, Qazaxıstan ölkəsini. Yəni onlar da bu yolda yəni çox yaxşı addımlar atıblar. İndi yəni biz də o nəticəni verə bilərik. Bax indi qeyd edirsiniz bu məsələləri. Futbolun hətta həm siz, həm sizin həmkarlarınız arasında belə bir fikir var ki, futsalın çətinliyi, futsalın ağırlığı futboldan da çoxdur. Bəli. Yəni belə deyək, oyunda iştirak edən böyük futboldan da azərkeş futbolçular var, gəlirlər, həm belə deyərdim, Qarabağın oyunçuları gəlir, digər klubların gəlirlər, baxırlar. Onlar deyirlər ki, yəni baxırlar ki, çox ağırdır, yəni. Dayanmaq yoxdur, yəni yoxdur. Həm bu Ruslan bir sözü var, Dizrail işi, yəni baxımlı idman növüdür, dinamikdir. Yəni çox ən əsaslı azərkeş buradan həzz alır. Ona görə mən özüm çıxış eləmişəm böyük futbolda. Yəni
yəni uşaq futbolunda, yəni sonradan da çıxış eləmişəm. Amma bu futbol idman növü, yəni çox dinamikdir, çox maraqlı və çox çətindir mən düşünürəm böyük futbolda. Və əslində biz bir çox böyük futbolçulara baxsaq, xüsusən də Braziliyada futsalla başlayıblar. Elə Abdullah Zubir bizim yaxşı tanıdığımız, Neymar özü düzgün vurur. Biz Abdullah Zubirə qarşı o Fransa millisində futsalda tələbələr arası Avropa çempionatı Abdullah Zubirə qarşı oynamışıq. Yəni hətta deyirlər ki, həmin o futsal təcrübəsi olan və sonradan futbola başlayanların əksəriyyəti ona görə texnikası ilə seçilirlər. Seçilirlər. Bəli, yəni futsal təməli varsa böyük futbolda mütləqdir ki, seçiləcəksən. Braziliyadakı, yəni hamısı futsal oynayır. Yəni futsala ona görə də böyük futbolda da bunlar yaxşı nəticə olur. Onda sualı milli komandaya gətirsək, hazırki vəziyyətdən bəhs eləsək. Bəli. Nələr düşünürsünüz? İndi siz bildiyiniz kimi iyun ayının 19-u püşkətmə olacaq. Püşkətmə olacaq. O qrup mərhələsində görək hansı komandalar bizə düşür. Yəni orada da 3 komanda olacaq. 3 komandadan ikisi birinci və ikinci yerlər növbəti etapa vəsələ qazanırlar. Play-off mərhələləri var orada, belə deyək. Amma yəni yenə də vurğuladığım kimi o Qazaxıstan millisi ilə oyundan sonra milliyə inam artıb. Yəni oynayan uşaqlarımız var, futbolçular var ki, həqiqətən də sadəcə olaraq biraz həm klublarında, məşqçilərimiz də deyir, öz klublarında ciddi yanaşır. Çünki milli başqadır. Milli, yəni burada həm bayraq var, həm xalq var. Yəni bəli, ona görə bura ciddi yanaşmaq lazımdır. Çünki dediyim kimi oktyabrda da oyunlar. Mən düşünürəm ki, ən azı yaxşı olardı ki, minimum nəticə play-off mərhələsinə vəsələ, play-offdan, yəni play-off mərhələsinə vəsələ qazanaq və arzum da budur ki, ikinci dəfə dünya çempionatına çıxış edeyim. Bir dəfə çıxış eləmişik, ikinci dəfə, yəni bildiyiniz kimi dünya 5-incisi olmuşduq biz. İkinci dəfə çıxış eləyək bu dünya çempionatında istəyim budur. Sözünüzə qüvvət, bax belə bir fikir var ki, voleyboldur, futsaldır, qaldı illər əvvəldə, o vaxt yaxşı idilər, indi artıq əlimizi üzmüşük. Son illərdə bax voleybolun bu ilki inkişafı çox xoşumuza gəldi. Məsələn, Turan Voleybol klubunun çempionluğu və ümumilikdə voleybol öz inkişafını götürsək. Və bir yandan da futsalın indi həmin o cücərtiləri mən görə bilirəm və çox istəyərdim ki, o mif dağılsın ki, qaldı 10-15 il əvvəldə futsal, bundan sonra futsal yoxdur bizdə. Bəli, düz vurğuladınız. Artıq o voleybolun timsalında, futsalda da o mif artıq sınmağa başlayıb. İndi görək, davamı gəlsin bunun. Yəni dediyim kimi, yəni bu il Arazın da nəticəsi oldu. Araz Naxçıvanın futsal millisinin yaxşı oyunları oldu. O qığılcımlar görsənir artıq. Yəni yenə də deyirəm, dayanmaq olmaz. Futsalda necə meydana dayanmaq olmaz? Dayanmaq olmaz. Yəni ki, bu dəqiqə biz fikir versək, yəni Afrika ölkələri olsun, yəni Asiya ölkələri olsun, çox inkişaf ediblər futsalda. Yəni görərsiniz ki, Avropa komandalarına başa-baş gəlirlər. Çox çətindir. Ona görə də daimi iş getməlidir hər tərəfli, həm meydançada, həm kənarda, həm mətbuatda. Yəni ki, ortaya bir nəticə gəlsin, nəticə çıxsın və biz ümid edirik ki, bu il o nəticə olacaq inşallah. Çox sağ olun Emin bəy. Çox sağ olun. Uğurlar arzulayırıq sizə, komandamıza, millimizə, eləcə də Araz Naxçıvana Çempionlar Liqasında, amma artıq təəssüf ki, verilişin sonuna gəlib çatdıq. Əziz və dəyərli Sibsport tamaşaçıları, sonda qeyd etmək lazımdır ki, siz bizi Misli təqdimatında izlədiniz. Azərbaycanın rəsmi və qanuni mərc onları operatordur Misli. Müxtəlif yarışların və turnirlərin həyəcanını məhz Mislidə yaşayaraq qazana bilərsiniz. Biz isə sizinlə artıq bu həftəlik sağollaşırıq. Yeni həftədə hər zaman kimi 12:30-dan etibarən bizi izləməyə davam edin. Bu həftəlik və bugünlük bu qədər. Sağ olun, salamat qalın.